Oyunda mən neçə rəhbərlərini görmürəm. Oyundan sonra biz görüşürlər. Kimlərdir, neçələr. Məsələn, mən səmimi deyirəm, mən neçə rəhbərini tanımıram. Neftçinin azarkeşi yetərincə var. Ölkə daxilində də, ölkə xaricində də. Təran Əhmədovun nöqtəsini elə qoyublar ki, belə görünür ki, həmin adamların yenə də bugünkü AFA rəhbərliyində əlaqələri genişdir, yaxındır, böyükdür ki, Təran Əhmədov kimi məşqçi qalıb boşda. Ramin qayıtmayacaq. İstəmirəm, həvəsim də yoxdur, marağım da yoxdur. Gedişi büdcənin azalmağı oldu. Səbəbi mən belə başa düşdüm sonradan ki, qurbanın getməsidir. Yəni büdcəni azaldın, qurban getsin. Ona görə bu sualdan gəl vaz keçək. Neftçi köklü bir komandadır. Artıq növbəti il yubileyi idi. Düşünürəm ki, klub rəhbərləri bunu fikirləşirlər yəqin ki, ən azından Neftçinin 90 illiyi olur da. Bəli, bəli. Gərək yaxşı heyətlə çıxış etməlidir komanda. Siz bir şeyə fikir verin. Oyunda mən neçə rəhbərlərini görmürəm. Yəni, stadionda baxırıq da, televizorda görürük ki, o biz komandaların rəhbərləri oyundan sonra biz görüşürlər. Kimlərdir, neçələr. Məsələn, mən səmimi deyirəm, mən neçə rəhbərini tanımıram. Çünki nə televizorda görməmişəm, mən belə bilmirəm, dəqiq olaraq kim idarə edir komandanı. Komanda köklü komandadır. Komandanı görürsünüzmü, son 2-3 oyunda demək ki, oyunu axtarıb tapdıq komanda. Ya məşqçiyə inandılar, bütün səlahiyyətləri verdilər məşqçiyə. Məşqçi artıq oyununu tapdı, yolunu. Ya əvvəl məşqçi idarə edirdi, dedilər, sən oturub bıraxda özümüz idarə edəyək. Yəni, burada bir anlaşılmazlıq var. Nədirsə tapılıb çarəsi. Amma hal-hazırda tapılıbdır. Ona görə də mənə elə gəlir ki, növbəti ildə Neftçi artıq öz sözünü deyə biləcək. Elə düşünürəm. Və deməlidir. Neftçinin azarkeşi yetərincə var. Ölkə daxilində də, ölkə xaricində də. Ramon, Samir Abbasovla yola başladı Neftçi komandası. Açıqlamalarınızdan birində qeyd etmişsiniz ki, Samir Abbasov bu şəkildə gəlməli deyildi Neftçiyə, Sumqayıtda halallıq məsələsi və sanki proqnozunuz düz çıxdı və mövsümün gedişində Samir Abbasovla yollar ayrıldı. Bir Samir Abbasovla dönəmlə bağlı düşüncələriniz qısaca və Yuri Verindi buna bağlı. Dediniz, daha yaxşı Neftçi ola bilər növbəti mövsüm. Bu anlama gəlirmi? Neftçi axtardığı məhdini tapa bilib Verindi bunun timsalında? Mən həmişə çıxışlarına demişəm ki, mən legionerin əleyhinəyəm. Və bugün Elmar Baxşev işsiz qalıb. Düzdürmü? Bəli. Niyə? Elmar Baxşev istər Qəbələdə, istər Rubis komandada azmı əziyyət çəkdi, azmı nailiyyətlər qazandı? Niyə ondan istifadə eləmirik? Məsələ, tək o deyil. İşsiz qalan məşqçilərimiz çoxdur. Təran Əhmədov bugün boşdur. Niyə? Təran Əhmədovun nöqtəsini elə qoyublar ki, keçmiş AFA rəhbərliyindən. Yəni, Rövət müəllim deyil. Rövət müəllim olsaydı, həmin vaxtı Tərlana Neftçini həvalə etməzdi. Demək başqalarıdır. Və belə görünür ki, həmin adamların yenə də bugünkü AFA rəhbərliyində əlaqələri genişdir, yaxındır, böyükdür ki, Təran Əhmədov kimi məşqçi qalıb boşda. Siz elə bilirsiniz, baş məşqçilərin hamısının özünün biliyi sayəsində komanda çempion olur. Xeyr. Maraqlıdır.
köməkçisi olmasa yaxşı, həmin komandalar heç vaxt nəyiz qazana bilməzlər. Tək əllə səs çıxmır. Böyük Hacıyevin qazandığı uğurlara Bəli, Böyüğən müəllimin qazandığı uğurlarda Tərlan Əhmədovun çox böyük zəhməti olmuşdu. Bu danılmaz faktdır. Allah rəhmət eləsin Böyüğən müəllimə. Demirəm o məşqçi zəif olub, xeyr. Adı zəif olub, özü zəif olmuyor onu. Bəli. Amma son zamanlar rəhmətli xəstələndi. Oyunu Allah rəhmət eləsin. idarə edən Tərlan Əhmədov idi. Lap ondan sonra da bir gün Rövən müəllim çağırdı, oyunu izləyirdik. Dedi, Ramin, bu Neftçi, həmişə deyirsən ki, mən Neftçiyə da keçdi eləyirəm. Neftçiyə bir rəhbər, yaxşı məşqçi lazımdır. Kim məsləhət görərdin? Dedim Tərlana. İkinci dəfə Tərlan gələndə Neftçiyə. Dedi ki, sən də Tərlan yapışımsan elə. Nə Tərlan? Dedim, Rövən müəllim, Neftçinin çempionluğunun qazananlardandır Tərlan. Son bir dəfə çempion oldu. Yəni, Böyüğən mənim tam artıq xəstələnmişdi. Tərlan idarə edirdi komandanı. Çempion da oldu komanda. Yəni, mən inanıram ona. Cavab deyirsən, dedim, bəli, cavab deyəm. Sonra İlxan Məmmədovu çağırdı. Yəni ki, İlxan, nə fikirləşsən, Ramin Tərlanı istəyir Neftçiyə. Səhv etmirəmsə, Neftçinin ya bir, ya iki xalı var idi. 8-ci yerdə gedir, 7-ci yerdə gedir səhv. Axırıncı yerdə gedirdi, bəli. Tərlan həmən ili komandanı Avroliqa vəsiqə qazandırdı. Sonradan heç də yenə komandanı uzaqlaşdırdılar. Yəni göstəriş gəldi ki, uzaqlaşdırın bu adamı. Niyə? Səbəb nədir? Ramin Musayevə yaxındır deyə. Yaxşı, Ramin getdi də futboldan. Yine de bu adam yolu bağladı. Gözləyək ki, Ramin qayıtsın, sonra qayıtsın bu adam. Ramin qayıtmayacaq. İstəmirəm. Həvəsim də yoxdur, marağım da yoxdur. Futbola marağım var. Amma o işləmək artıq mənlik deyil. İşim də var. Çox belə xoşbəxtəm. Amma bu kimə görəsə də, əvvəla mən futbolda özüm tərifləmə çıxmasın, mən özümü tərifləmirəm, amma pisiz qoymamışam futbolda. Az çox nailiyyətlərimiz olub. Yəni, tək mənim yox, PFL-in birlikdə biz ailə olmuşuq. Əvvəldən də demişəm. Amma bu insanı niyə belə sıxırlar, niyə incilə mən çatmır hələ də. Ramam, siz qeyd etdiniz, həqiqətən Elmar Baxşiyev, Tərlan Əhmədov, həqiqətən bacarıqlı məşqçilərdir. Mən bir də əlavə eləyərdim, Arif Əsədov hər zaman mənə maraqlı gəlir. Neftçi ilə çempionluq qazanıb, milli komandada uzun müddət çalışdı və son dönəmlər də baş məşqçi kimi yoldaşlıq görüşlərinə çıxardı. Millinin oynadığı oyun da normal idi, nəticələr də müsbət idi. Amma Arif Əsədov da sanki bir kölgədə qalır. Yəni bu yanaşma nədən irəli gəlir? Bənzər bir situasiya ilə üz-üzədir demək olar mı Arif Əsədovun da? Valla, mənim hörmətim çox böyükdür. Mənim xətrini çox istəyirəm. Doğrudan da nailiyyətləri gözəldir futbolda. Yəni, indi mən tək Arif müəllim yox, məsələn, mən Avtangel Hacıyevin adını çəkmədim. Düzdür, o komandada çalışır. Bəli, bəli. Amma onun yeri deyil ora. Onun yeri Premier Liqadadır. Bəli, bəli. Elə o da onun kimi. Razıyam. Səbaildə kifayət qədər Bəli, yaxşı çox komanda formalaşdırıb, yaxşı nəticələr. az bir miqdarda büdcə ilə Sistem qurmağı bitiririk. bacaran. Bəli. Biz vaxt itiririk. Bilirsiniz, Premier Liqadan hamımız danışırıq. Amma heç uşaq futbolundan danışan yoxdur. Qurban Qurbanovun Neftçidəki bir təyinatı və qısa müddətdə gedişi, son dönəmlərdə bu çox müzakirə olundu, niyə getməsi. Bir qədər o dönəmə qayıdaq. Təyinatı kimin təklifi idi, necə baş məşqçi postuna gəldi, futbolçu karyerasını erkən bitirən Qurban Qurbanov gənc yaşlarında və gedişi də. Təyinatlı mənlik idi. Gedişi büdcənin azalmağı oldu. Büdcənin azalmağının da səbəbi mən belə başa düşdüm sonradan ki, Qurbanın getməsidir. Yəni büdcəni azaldın, Qurban getsin. Plan bundan ibarətdir ki, Yəni iş belə olubdur. Mən sonradan seçmişəm onu. Amma təklif mənim təklifimdən olubdur. Sağ olsun, mən də qəbul elədi. Götürdü komanda baş məşqçi kimi işlədi də.
razı da qaldıq. Ramon, amma Qurban müəllimin bir açıqlaması oldu bu yaxınlarda. Elə Sport Info TV müsahibəsində bildirmişdi ki, yeni məşqçi gətirmək fikrinə görə mənimlə yollar ayrıldı. Ola bilərmi bu? Hətta sizin açıqlamanızdan dolayı sual da verilmişdi ki, Ramon Musayevə bildirib büdcə azaldı deyə Qurban Qurbanovla yollar ayrıldı. Bildirdi ki, burada nəsə anlaşılmamazlıq var. Ola bilərmi həmin anlaşılmazlıq ondan ibarətdir ki, kimlərinsə planı idi yola salmaq, sadəcə bunu belə təqdim olunubdu. Bizə nədədir? Bəzən hər şeyi danışmaq olmur. Məsələ, mən günahım olanda, səhvim olanda deməliyəm ki, bu mənim səhvimdir, bu mənim günahımdır. Bəzi insanlar onu heç vaxt özündə görmür. Ona görə bu sualdan yavaş keçək. Keçək üzərindən. Hə, keçək üzərindən. Çünki hər şey danışmaq olmur. Olsun. Amma o dönəmlə bağlı və Qurban Qurbanova bağlı verəcəyim bir-iki sual var. Məsələn, Qurban Qurbanov Neftçidə qalsaydı o dönəmdə. Bu da çox danışılır. Neftçi azarkeşləri də daha çox danışır. Eyni uğurlar biz Neftçidə görə bilərik. Büdcə çox şey həll edir, əzizim. Futbolda büdcə çox şey həll edir. Sizə bir söz deyim. Vaxtilə PFL-in büdcəsi demək olar ki, yetərincə idi. Və PFL-in büdcəsi yetərincə olduğuna görə hər bir işlər görə bilirdik. Amma belə deyim, sonra bizi elə təqdim edər ki, Rövnaq müəllimə, biz yeyib dağıdırıq PFL-i. Sonra baxdılar ki, yox, doğrudan da elə bir şey yox imiş. Nəysə, biz nədərdir? Gərək büdcə imkan verək ki, nəsə futbolda yaxşı futbolçu dəvət almalısan, o futbolçuların qiyməti başqadır, yerli futbolçuların qiyməti başqadır. Legioner gəlirsə də onun qalmağa yeri fərqli olmalıdır, onların yaşamağı fərqli olmalıdır. Bunlar hamısı pul tələb edir. Balaca bir büdcə ilə heç eləmək olmaz əldə. Eritmək olar, əgər uşaq futbolun varsa da. Necə ki, vaxtilə Inter komandası 3-4 dəfə oyuncu almaq imkanından məhrum olmuşdu. Ancaq öz yetirmələri ilə Avroliqa vəsəq də qazandılar. Bəli, Atletik Bilbao ilə oynadığı dönəmdə. Düzdür məzəcəm. Bəli. Deməli, uşaq futbolu bizə lazımdır. Amma yoxdur. Uşaq futbolu ilə bağlı artıq ikinci dəfədir qeyd edirsiniz. Niyə davam etmirəm? Çünki onunla bağlı legionerlərlə bağlı mövzumuz geniş danışacağım sizinlə. Buyurun. Futboldan gedəndən sonra müəyyən qədər narazılıqlarınızı eşitdirdi Ramon. Hətta Ölkə Kubokunun finalına da deyəsən dəvət almamışdınız. Bu barədə açıqlamanız vardı. Və qarşıdan Ölkə Kubokunun finalı gəlir. Maraqlıdır, dəvət gəlib yoxsa dəyişən bir şey yoxdur? Nə gəlməyib, nə də gəlsə getmərəm. Elə insanlarla baş keçib görmək istəmirəm onları. Vallahi deyirəm. Yəni, bəlkə də deyərlər, sənin çağıran var ki, sən də gəlmədin. Onu da deyə bilərlər özlərində. Amma gözləmirsiniz. Heç gözləmirəm də, nə istəmirəm də. Heç gedəsi də deyiləm. Mən futboldan ayrılandan sonra 2 klubdan dəvət almışam. Bir Sabah komandasından, bir də Sumqayıt komandasından oyunlarına. Vəssalam. Ramon, maraqlıdır. Karyerasında kömək etdiyiniz və ya futbolda köməyinə çatdığınız az adamlar olmayıb. Təbii ki, bunun başında Qarabağ baş məşqçisi Qurban Qurbanov gəlir. Bir neçə də müsahibələrinizdə də qeyd etmişsiniz ki, suala cavab verməyəcəm. Bu barədə danışmaq istəmirsiniz.